Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila liqa'i yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahümme salli ala Muhammed ve ala Muhammed. Qolmuş şeytanın şərrindən Allaha sığınıram, Rəhman, Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanaldan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Cəmiyyət və tarix, yəni sosiologiya dərsində. Bu kitab səhifə 14. 33-cü video çəkiliş. Bugün 8 oktyabr 2025-ci il. Sual budur. Mahiyyət baxımından cəmiyyətlərin necəliyi. Bizim dərsimiz, mövzumuz cəmiyyətdir. Yəni, cəmiyyət necə bir şeydir? Cəmiyyət deyəndə nə gəlir insanın zehninə, nə anlayırıq? Əvvəl demişik, hökmən biz tərəfi tanımalıyıq. Əgər cəmiyyət barəsində müəyyən bir rəy vermək istəyiriksə, hökmən onun necəliyini bilməliyik. Məsələn, kimsə öz övladını evləndirmək istəyirsə, qızı tanımalıdır və ya da o bir ailə oğlanı tanımalıdır. Necə birisidir? Necə birisi olmasından sonra qərar verir, tanıyandan sonra qərar verir, hə, yox. Ki, bu ictima, bunların toplaşması, yəni ailə, özü də həmçinin bir ictimadır, kiçik cəmiyyətdir. Alınlar alınmaz. Yəni, cəmiyyəti tanıyandan sonra mən bu cəmiyyətə qoşulmayım. Hələ harada, məsələn, çoxluqdur, ora mən qoşulum, yox. Qruplar açılıb, ora qoşulum, yox. Hamı eyni şüar verir, mən də həmin şüarı verim, yox. Cəmiyyət buradadır, sən ağıllı çıxmısan, bura niyə qoşulmursan, deyir, yox. Yəni, o vaxt biz yanlış davranaraq ki, o cəmiyyətin içərisində İmam Peyğəmbər olsa və ya İmam Peyğəmbərin və yaxud da İmam Peyğəmbərin məsləhət bildiyi şəxslər olsa, onlar artıq cəmiyyətdir. Biz onlara qoşulmasaq, hə, ucacağıq. Biz orada artıq ziyan içində olacağıq. Amma bəzi olur ki, İmam Peyğəmbər deyil, məsum şəxslər deyirlər və məsum şəxslərin təsdiqlədiyi şəxslər deyirlər bunlar. Hə, artıq biz bunu tanımağa haqqımız var. Bir var, Quran ayəsidir, Allaha itaət, Peyğəmbərə itaət, əmr-i sahibinə itaət və s-salam. Bir də var ki, bunlar barəsində hər hansı bir əmri yoxdur. Allahın və ya İmam Peyğəmbərin hər hansı göstərişi yoxdur. Onda nə eləyək? Qoşulaq, qoşulmayaq. Bəndirləri, məsələn, palaza bürün, ellən-sünün, çoxluq elə, yox, elə deyil əslində. Əvvəl danışmışıq, bir çox cəmiyyətlər var ki, çoxdular, amma ziyan içindədirlər. Quranda ayə var, Bəqərə 216-dır, onda zehnimdən çıxıb, danışır Talut Peyğəmbərdən. Deyir ki, kəm min fiətin qalilətin qaləbət fiətən kəfirə. Çox olub ki, az qoşun çox qoşuna qələbə çalıb. Az qoşun çox qoşuna qələbə çalıb. Deməli, onların çoxluğu güc demək deyil. Hələ həmişə çoxluq güc mənasından deyil. Mümkündür kimsə güclü olsun, cəmiyyət olsun, çoxlu olsun və güclü olsun, amma güclü olmaqlıq da haqlı mənasında deyil. Gücü var, deməli, haqlı da yox, elə şey yoxdur. Haqlı tərəf mənəvi cəhətdən gücüdür. Onun mümkündür, islahı, gücü, bir çox cəhətlərdən gücü olsun, amma haqlı deyil axı. Onda bəs İmam Peyğəmbərlə tabi olmurdular, çox düşmən qoşununa, əgər çoxluq həqiqətdirsə. Çoxluq həqiqət olsa, hə, qəbul edəcək. Mahiyyət baxımından cəmiyyətlərin necəliyi, neçə növ cəmiyyət var, cəmiyyətlər hansılardır? Bunların ideoloji baxımından, inanc baxımından bunların fərqləri var da. İdeologiyalar adətən cəmiyyətləri xoşbəxtlik və kamilliyə aparan yolların yekun mərhələsidir. Son mərhələ. Deməli,
Əgər cəmiyyətlərin hamısı eyni mahiyyətə, eyni xüsusiyyətlərə və eyni zata malik olarlarsa, vahid ideologiyaya yiyələnmək ehtimalı çoxalır. Bunların kökləri, bunların etiqadları eynidirsə, bunların müəyyən bir cəhətlərdən bağlılıqları varsa, bir çox tarixi baxımından kökü eynidir, dili eynidir, milləti eynidir. Bunlar arasında birlik olması mümkündür. Və ondan əlavə bunların birinə səbəb olacaq bu amillər, kökləri, tarixləri, dilləri, oxşar filan cəhətlər, bunların ideologiyası da, yəni inancları da, etiqadları da bir olsun mümkündür. Niyə? Bunların kökləri eynidir. Onların ixtilafı fərdi səviyyədə olur. Mümkün bunların arasında bir şəxsi söhbətlər olsun, soğuqluq, amma bunların kökü, etiqadı eynidir. Hər bir ideologiya isə fərd və növlər səviyyəsində dəyişmək və islahat qabiliyyətə malikdirlər. Bunlar dəyişilsinlər, bunlar düzəlsinlər, islah olsun, deyir, hə, mümkündür. Amma